Qarşıdan günəşli günlərimiz gəlir və biz gözlərimizi günəşin mənfi ultrabənövşəyi şüalarından qorumalıyıq. Bunun üçün əlbəttə ki, keyfiyyətli günəş eynəklərinin istifadəsi olduqca vacibdir. Günəş eynəkləri seçərkən nələrə diqqət etməliyik? İlk növbədə bu eynəklər ixtisaslı optikalardan alınmalıdır. Bu zaman həmin eynəklərin keyfiyyət sertifikatı olmuş olur. Daha sonra seçərkən deməli bu eynəklərin UV filtrların olması olduqca vacibdir. Belə ki, adətən bu filtrlar 400 nanometrə qədər ultrabənövşəyi şüaların qarşısını ala bilir. Bəzən hətta xüsusi 550-580 nanometr dalğa uzunluqlu şüaları qaytaran eynəklərdə sifariş etmək mümkündür. Keyfiyyətsiz eynəklərin nə ziyanı var? Onların rəngi tünd olduğu üçün bəbəklərimiz genişlənmiş olur və qoruyucu örtükləri olmadığı üçün daha çox ziyanlı şüalar gözümüzün daxilinə keçə bilir və bu da göz dibində dəyişikliklər, billurun bulanması, hətta kataraktaya da gətirib çıxara bilər. Bu baxımdan keyfiyyətli günəş eynəklərinin istifadəsi olduqca vacibdir.